Ağdaş rayonunda 1981-ci il təvəllüdlü Vüsal ailə münaqişə sistemində yaranan mübahisə zamanı bacısı Səmayyəyə xəsarət yetirib. Hadisə 16 yanvar 2025-ci ildə baş verib. Vüsal həmin gün saat 17:00-da bacısı Səmayyə ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı o bacısını döyüb. Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, zərər çəkmiş Səmayyə onun bacısıdır. Onunla əvvəllər aramızda bir neçə dəfə mübahisə və münaqişə baş verib. Səmayyə 1998-ci ildə ailə həyatı qurub, lakin həyat yoldaşı ilə yola getmədiklərinə görə 2004-cü ildə boşanıb, 2 övladı ilə birlikdə bizim yaşadığımız evə gəlib və bir evdə yaşamışıq. Son zamanlar bacım məndən pul istəyərək mülk davası etdi. Mən də bacımın payına düşən mülkün verilməsinə razı olaraq yaşadığım evdən getməsini istədim. Lakin bacım razılaşmayaraq bizimlə birlikdə yaşayacağını bildirdi, deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə yanvarın 16-sında yaşadıkları evdə bacısı Səmayyə telefon vasitəsilə ailəli olan qızına səs atıb, oğlu Teymurun sənəd düzəltdirdiyini, oğlunun başına iş gələcəyi təqdirdə onun və atasının həyatını zindan edəcəyini bildirməsini eşidib. Lakin bacımın dediyinə heç bir müdaxilə etmədim. Bir neçə dəqiqə sonra həyətdə olan atam evə girdi və bacım atam ilə münaqişə etməyə başladı. Münaqişə zamanı bacım oğlu Teymurun yaşadığı evdən çıxaraq başqa yerdə qalmaq istədiyini bildirdi. Teymurun başına yerdə qalacağı zaman başına bir iş gəlsə, buna görə atamın və mənim həyatımızı cəhənnəmə çevirəcəyini təkrarladığını eşitdim. Buna dözməyərək yataq otağından çıxdım və qonaq otağında bacıma yaxınlaşdım. Əsəbləşdiyim üçün bacımı vuracağımı bildirdim. Otaqda olan atam aramıza girdi, məni sakitləşdirmək istədi. Həmin vaxt bacım mənə "Duxun çatırsa vur" ifadəsini işlətdi. Özüm də bu sözə dözmədim. Atamı sol əlim ilə kənara çəkərək bacımın üzündən bir neçə dəfə yumruqla vurdum. Bundan sonra atam təkrar aramıza girərək məni sakitləşdirdi. Bacım isə onu vurduğuma görə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək məndən şikayət etdi, deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. İş üzrə zərər çəkmiş Səmayyənin sözlərinə görə 6 il ailəli olub, boşandıqdan sonra 2 övladı ilə birlikdə ata evində qalıb. 2022-ci ildə qızım ailə həyatı quraraq Qəbələ rayonuna köçdü. Bundan sonra qardaşım Vüsal mənimlə dolana bilmədiyinə görə məni və oğlumu yaşadığımız evdən çıxartmaq istədi. Mərhum anamdan qalan əşyaları mənə verməkdən imtina etdi. Son vaxtlar oğlumun yaşadığımız evdə sıxıldığını hiss etdim. Onun başqa yerdə qalacağını düşündüyümdən başına bir iş gələcəyindən ehtiyat etdim, deyə Səmayyə ifadəsində göstərib. Zərər çəkmiş qeyd edib ki, yanvarın 16-sında saat 17:00-da atası qonaq otağına girib. Bu zaman atama müraciət edərək oğlum qardaşımın etdiyi münaqişələrə görə yaşadığımız evdən çıxmaq istədiyini bildirdim və əsəbi olduğum üçün oğlumun başına hər hansısa bir iş gələcəyi təqdirdə onların həyatlarını cəhənnəmə döndərəcəyimi dedim. Bundan sonra yataq otağından olan qardaşım üzərimə gəldi və məni vurmaq istədi. Lakin atam qarşısına keçdi. Bundan sonra qardaşım yenidən məni vurmaq istəyən zaman ona "Duxun çatırsa vur" ifadəsini işlətdim. Vüsal atamı kənara çəkdi, çənə nahiyəmdən bir dəfə vurdu, deyə qadın ifadəsinə belə yekun vurub. Bu işə Ağdam
Ağdaş rayon məhkəməsində baxılıb, məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkənlə barışıq əldə edib. Zərər çəkmiş şəxs qardaşı ilə barışması barədə məhkəməyə ərizə təqdim edib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib.